Sağlam Radio 93 FM dinləyiciləri, hər vaxtınız xeyir. Qarşıdakı bir saat ərzində Mislin baş sponsoru ilə Offside efirdə olacaq. Əvvəlcə bir məlumatı diqqətinizə çatdırmaq istərdim. Milli çövkən oyunumuza yeni nəfəs gəlir. Ölkənin tamqanı və güvənli idman mərc oyunları operatoru Misli Peşəkar Çövkən Liqasına dəstək olur. Eyni zamanda Azərbaycanın Peşəkar Çövkən Liqasının oyunlarına yalnız Misli azda mərc edə bilərsiniz. Və biz bugün başladıq. Azərbaycan basketboldu. Günün mövzusu Azərbaycan Basketbol Federasiyasının mətbuat katibi Sənan Əliyev. Bugün qonağımızda. Salam Sənan, xoş gəlmisiniz. Xoş gördük Günay. Mən də bizi dinləyən idman həvəskarları salamlayıram efir vasitəsilə. Özünüzü necə hiss edirsiniz? Çox sağ olun, yaxşıyam. Havalar, mən də yaxşıyam, təşəkkürlər. Havalar da yaxşıdır. Bu yaxınlarda 3x3 basketbol üzrə dünya kubokunun seçmə, dünya çempionatının seçmə mərhələsi qarşılaşmaları da keçirildi. Açıq havada keçirildi. Baxmayaraq ki, orada biraz küləkli hava var idi, lakin küləyi biraz arxada qoyuruq və hava gözəldir. Getdi. Çempionat başa çatdı. Azərbaycan Basketbol Liqasında 2024-25 mövsümü bitdi. Necə keçdi Basketbol Liqası? Siz də təbii ki, oyunlarda iştirak edirdiniz yaxından, yəni tez-tez orada da qarşılaşırdıq, söhbət edirdik. Basketbol adına yaxşı mövsüm oldu, mən düşünürəm ki. Çünki kifayət qədər artıq biz səviyyəli legionerlər görürük Azərbaycan Basketbol Liqasında. Ötən illərlə müqayisədə 2024-25-ci illər basketbol mövsümündə biz rəngarəng, prinsipial və belə deyək, rəqabətə davamlı bir play-off seriyaları əsas, yəni basketbolda, ümumiyyətlə idmanda play-off mərhələsi ən həlledici mərhələlərdən biridir. Ona görə də mən yəni bu play-offları müsbət qiymətləndirirəm. Bir qədər Şəki ilə Sabah klubu arasında o qədər də play-off seriyasında rəqabət güclü olmadı. Bu da təbii ki, komandaların yəni tərəzidə biri-birindən daha ağır olduğunu biz onsuz da bilirdik və mən düşünürəm ki, qalan bütün məsələlərdə maraqlı bir mübarizə biz görə bildik parketdə. Şəki xüsusilə bizi təəccübləndirdi. Ötən mövsümü, keçən mövsümü sonuncu yerdə başa vurmasına rəğmən cari mövsüm, yəni geridə qoyduğumuz mövsümü çempion olaraq, B qrupunun lideri olaraq bitirdi, başa vurdu. B qrupunda onlar bunu da çox gözəl qeyd elədiniz. B qrupunda Şəki ən güclü komanda oldu, amma ötən ilə baxsaq Şəkinin bir qələbəsi var idi və o da yəni son turlara yaxın qeyd alınmışdı. Amma artıq Şəki də Gəncəni məğlub etməklə belə deyək daha güclü komanda olduğunu sübut etdi və Sabaha rəqib oldu. Yalnız bu seriyada o qədər də Şəkinin məncə artıq gücü yetmədi və zədəli oyunçuları çox idi Şəkinin. Zədəli oyunçular, komandanı tərk edən oyunçular, ümumiyyətlə Bedri Meriçin işləri qaydasında getməmişdi. Lakin Şəki üçün bu basketbol mövsümünü yüksək qiymətləndirmək lazımdır. İndi qarşıdakı dəqiqələrdə də yəqin danışacağıq final seriyası, ondan sonra yarım finalın digər tərəfində olan mübarizə bu da. 4-1 final mərhələsinə bir göz atacaq. Elə Şəkidən danışmışıqsa B qrupunda xüsusilə rəqabət güclü oldu və komandalar Ordu, Kəpəz və Şəki komandaları bəzən elə turlarda eyni xala sahib oldular. Rəqabət güclü idi. Lakin 4-1 finala cəmi 2 B qrupundan komanda çıxdı və yarımfinala isə cəmi bir komanda və orada da qeyd edildiyiniz kimi Sabahla o dərəcədə mübarizə apara bilmədilər. Növbəti mövsümdən B qrupunun 2 klubu A qrupuna gəlir. Həmin komandalar rəqabətə davamlı ola biləcəklərmi? İki klub düzgün qeyd elədiniz, A qrupuna gəlir. Bu klublar Şəki və Gəncə klublarıdırlar. Yəqin ki, artıq son mövsümlə müqayisədə, növbəti mövsümdən bu iki komandanın heyəti də güclənəcək. Çünki A qrupunda mübarizə aparmaq o qədər də asan deyil B qrupundakı kimi və nəzərə alaq ki, A qrupunda son çempion Sabah mübarizə aparır, son finalçı Neftçi ordadır. Və Abşerona mən eşitdiyimə görə yəqin ki, siz də oyunları izlədiyiniz zaman görürdünüz VIP sektorlarda məhz onların
azarkeşlərinin sayının çoxluğunu və mən bu məlumatı əldə etmişəm və Abşeron klubuna yeni sponsorlar da cəlb olunmaq istəyirlər. Bu klubun belə deyək inkişafında maraqlı olan şəxslər var. Yəqin ki, onlar da qarşıdakı aylarda... Abşeron azarkeşlərinin bu qədər çox olması sözün düzünü desəm məni təəccübləndirdi. Həm play-off maçlarında çox idi, bəli. Azarkeşləri böyük idi. Və komandanı belə deyək sponsor dəstəyi yəqin ki olacaq bu komandaya. Mən klubun mətbuat xidmətindən də əlaqə saxlamışdım. Orada da bu üzrə işlər indi tam dəqiq mən klubun belə deyək şəxsi işlərinə qarışa bilmərəm federasiya rəsmisi olaraq. Ona görə də Abşeron klubuna yalnız bizdən uğurlar arzulamaq qalır. Mən düşünürəm ki, Abşeron klubu növbəti mövsümdən daha güclü, daha möhkəm, daha qüvvətli heyətlə A qrupunda mübarizə aparacaq və onlar ən əsas məsələ A qrupundakı yerlərini qoruyub saxlaya bildilər. Çünki Neftçiyə həqiqətən də diş göstərə bilmişdi. Abşeron basketbolçuları A qrupunda yarımfinal oynamışdı bu klub Neftçi ilə mübarizədə. Hətta Neftçi çox çətinliklə mən deyərdim ki, qələbə qazandı onlar üzərində. Müəyyən rotasiyada 1-2 oyunçu da olsaydı əgər Abşeron heyətində, o zaman bilmək olmazdı. Bəlkə də biz Abşeronu finalda görəcəydik. Ona görə də bu artıq ondan bizə xəbər verir ki, Azərbaycan Basketbol Liqasında, Azərbaycan basketbolunda səviyyə günü-gündən artır və yəni azarkeşləri bizim yalnız burada da bu səsləndirmək, bu cümləni yerinə düşər ki, arenalara dəvət etmək istəyirik. Gəlsinlər, oyunları izləsinlər. Mövsüm bitib, amma bir neçə aydan sonra vaxt o qədər sürətli gəlir gedir ki, artıq biz yeni basketbol mövsümünü bir daha həmin arenalardan izləyə biləcəyik. Final seriyasına bir daha qayıda bilərik. Yarımfinal barədə danışdınız. Sabah və Neftçi komandaları arasında bizi 2 qələbə ilə Sabah gözəl bir oyunu ilə feyziyə bilədi və daha sonra Neftçi komandası arıcıl 2 qələbə qazandı. Lakin nəticədə 4-2 hesabı ilə Sabah çempionluğunu rəsmiləşdirdi. Burada bir məqama toxunmaq istəyirəm mən. Sabah klubunda heyətin genişliyi və belə deyək, bir qədər də məşqçi, yəqin ki, Avropa basketboluna tanınmış şəxs, tanınmış sima olaraq Rimas Kurtinaitis'in ölkəmizdə də kifayət qədər azarkeşi olub vaxtında, yəni stajlı basketbol azarkeşləri Litva basketbolu deyəndə Sovetlər Birliyində oynanılan basketbol dedikdə əsas onurğa sütununu həmin basketbolun məhz Litvalı oyunçular, başda da Rimas Kurtinaitis, Arvidas Sabonis, Šarūnas Marčiulionis, bir sıra şəxslərin adını biz çəkə bilərik, amma bu şəxs yəni öz-özlüyündə artıq komandanın azarkeşlərinin sayının artmasında böyük rol oynayır. Siz gördünüz nə qədər Sabah klubunun azarkeşi var idi. Hətta Rimas Kurtinaitis, indi biz qarşıdakı dəqiqələrdə danışacağıq, söhbət açacağıq bu mövzudan. U12 liqasının oyunlarında da biz bir neçə dəfə bu şəxsi görə bilmişdik. Bu da həmin gənc basketbolçular üçün bir motivasiyadır, bir böyük bir dəstəkdir. Və mən Rimas Kurtinaitis amilini də vurğulamalıyam ki, məncə Daviti Çivçivadze ilə müqayisədə düzdür, Çivçivadze də çox yaxşı işlər gördü. Haqqını yemək olmaz. Təbii ki, Gürcüstanlı, hələ deyəsən 30 yaşına çatmayıb. Çatmayıb, 28 yaşı olacaq. Yəni basketbol mən düşünürəm artıq yaşa baxmır. Çünki artıq hər bir vasitə əl çatandır. Sosial şəbəkələr üzərindən seminarlar var, kliniklər var. Yəni müxtəlif ölkələrdə gedib seminarlar keçib. Hətta biz Rumuniyada Avropa çempionatında olanda Zaur Paşayev, mən və Anar Hacıyev milli komandanın məşqçilər korpusu, onlarla birlikdə biz getdik, məşhur İsrailli mütəxəssisdən seminar aldıq. Həmin seminarı dinlədik. Yəni o qədər genişlənib, basketbolun coğrafiyası o qədər artıb. Yəni yaxınlarda FIBA baş katibi də ölkəmizdə olmuşdu, Andreas cənab Jaglis və o da qlobal bir idman növünə çevrilməsindən basketbolun bəhs etmişdi. Onsuz da bunu yəni bütün dünyada basketbolu izləyən şəxslər bilir. Hər yerdə dünyanın, Azərbaycan basketbol liqasına baxsaq, dünyanın nə qədər yerindən, Amerika Birləşmiş Ştatlarının nə qədər əyalətindən bizim ölkəmizdə basketbolçu var idi. Ona görə də mən yəni Çivçivadzenin uğurlarına kölgə salmaq istəmirəm. Məşqçini təbrik etməyə dəyər. Mövsümün ortasında komandanı götürmüşdü İranlı məşqçinin gedişindən sonra. Finala qədər gəlməyin özü də özlüyündə bir uğurdur.
Bunun da bir üslubu, bir stili var və məncə David Çivçivadze iş tapacaq Azərbaycanda etdiyi bu uğurlu nəticələrlə, göstərdiyi bu uğurlu nəticələrlə. Lakin bir tərəfdən gənc baş məşqçidir və basketbolçularla onun çalışdığı basketbolçular yaşına yaxındır. Sözləri tutuşur bir yerdə. bilərmi? Amma məncə Neftçi Avrokuboklara məşqçilər getsə, də əslində deyə bilərik. Məsələn, o baş məşqçi olarsa, onun köməkçisi özünə uyğun bir yaşda olmalıdır ki, sözlərinə qulaq asa bilsin. müəyyən qədər razılaşmaq olar. İndi Rimasla onun köməkçisinin arasında da kifayət qədər fərq var, amma əsas odur ki, basketbolçuları elə kökləyəsən ki oyuna, onlar sənin üçün basketbol oynasınlar. Əgər onlar sənin üçün basketbol oynamayacaqlarsa, qələbə qazanmaq çox çətin olacaq. İndi mən bəzi məşqçilər də var idi ki, məsələn, basketbolçular onun üçün oynayırdılar. Dünyada da, Avropada da var bu. Amma bəzi məşqçilər var ki, basketbolçular onun üçün oynamırlar. Elə Avroliqada mən şəhərlərdə iştirak edirdim. Məsəl üçün Olimpiakosun baş məşqçisi Georgios Bartsokas üçün heç bir basketbolçu oynamaq istəmir. Amma Ergin Ataman üçün əks tərəfdə oynayır basketbolçular. Şarunas Yaskevich üçün basketbolçular oynayır. İndi mən nəyə gətirmək istirdim sözümü, Günay xanım? Burada bir məsələ var ki, əgər Neftçi Avrokuboklara vəsiqə qazansa, mən hesab edirəm ki, David Çivçivadze köməkçi, məşqçi kimi məhz Neftçidə işinə davam edə bilər. Çünki Neftçi rəhbərliyi də Sadıxov, Neftçinin rəhbəri, uzun illərdir Azərbaycan idmanında olan bu şəxs, inanmıram ki, yəni David Çivçivadzeni komandadan göndərər. Yəni köməkçi məşqçi kimi inanılmaz işlərə imza ata bilər bu məşqçi. Amma baş məşqçi kimi də final oynadı. Hətta məşqçi haqqında klubun prezidenti də mətbuata açıqlama vermişdi ki, Olimpiya çempionuna qarşı, Rimas Kurtinaitis'ə qarşı belə bir play-off seriyası keçirməyin özü də bir uğurdur və 4-2. Mən düzdür, bir bəqəcədə proqnoz verməyim o qədər düzgün olmaz idi. Mən 4-1 hardasa düşünürdüm sabah Neftçi üzərində qələbə qazanacaq. Bu da qətiyyən hansısa komandanın tərəfində olduğum və Sabahın və yaxud da Neftçinin xeyir. Əsla, çünki hər şey basketbolda kağız üzərində nə qədər deyirik, biz düzdür oynanılmır, parketdə oynanılır, amma burada artıq rotasiya, genişlik, komandanın gücü öz sözünü deyirdi. Ona görə də digər proqnozları düz təxmin etsəm də Neft Sapşer 12-0 qeyd etmişdim mən. Yəni hər kəs proqnozunu verə bilər. Bunun məncə fərqi yoxdur ki, rəsmi ya qeyri-rəsmi olasan, azarkeş olasan, basketbolçu olasan, dünyanın hər yerində bu bracket anlayışı var və ona görə də 2-0 Şəkinin məğlub olacağını demişdim Sabaha. Bu özünü doğrultdu. Abşeron da 2-0 Neftçiyə məğlub oldu. Bu da üstə düşdü. Bircə 4-2 oldu final. Mən 4-1 demişdim. Yenə də Neftçinin gücü çatmadı və Amil Əmsəyevin də zədəli oyunlar oynaması, həm də artıq karyerasının sonlarını yaşayır Amil Əmsəyev. Kamran Məmmədov əlindən gələni etməyə çalışdı, amma yenə də deyirəm, Sabahın rotasiyası çox zəngindir, çox genişdir. Ona görə də Sabah klubunun azarkeşlərini bir daha Sağlam Radio vasitəsilə təbrik edirəm. Əla basketbol ortaya qoydular və final seriyasında 4-2 qələbə qazanaraq növbəti basketbol mövsümündə Azərbaycanı, ölkəmizi Avrokuboklarda yenidən təmsil etməyə haqq qazandılar. Bu da çox güman ki, FIBA Çempionlar Liqası turnirinin təsnifat mərhələsi olacaq. Yenidən Sabah ötən il olduğu kimi bu ildə o kubokun təsnifatında oynayacaq. Çempionlar Liqasına vəsiqə qazanmaq istəyəcək, amma bu heç də asan deyil. Yəqin ki, Rimas Kurtinaitis, mən düşünürəm ki, Litva millisi ilə Eurobasket 2025-dən sonra dərhal işə qoyulacaq və hətta ola bilər ki, artıq indidən işlərə başlayıb kimi gətirmək lazımdır, kimlə müqaviləni pozmaq lazımdır. Bir daha Sabah klubuna uğurlar arzu etmək bizə düşür. İnanıram ki, onlar FIBA Çempionlar Liqasının qrup mərhələsində ölkəmizi təmsil edərək bir ilkə də, tarixi ilkə hətta imza atacaqlar. Uzun illərdən sonra onlar FIBA Europe Cup-da qrup mərhələsində oynamışdılar və görək, indi ikinci klubun adına da qarşıdakı həftələrdə, bəlkə də aylarda aydınlıq gələcək. Neftçi klubu ola bilər ki, Avrokuboklarda bizi təmsil etsin. FIBA Europe Cup, həmin o turnirdən bəhs edirəm, amma hər halda klubun mətbuat xidməti, klubun rəsmiləri bu haqda Azərbaycan basketbol mediasına, basketbol ictimaiyyətinə xəbər verəcəklər. Ona görə də hələ indidən hər hansı bir məsələ haqqında mən qəti, dəqiq bir fikir söyləmək istəmirəm. Neftçi klubu barədə danışdınız. Avrokuboklara vəsiqə qazanan bir də NTD var. Sabah klubunun Azərbaycan Basketbol Liqasında qələbə qazanması, çempion olması bəlkə də təəccüblü olmadı, lakin sürpriz olan NTD-nin kuboku qazanması idi ki, bu barədə reklam və musiqi fasiləsindən sonra danışacaq. Dalğanı dəyişməyin, Sağlam Radio 93 FM-də qalın.
Sağlam Radio 93 FM-də Offside qaldığı yerdən davam edir və fasiləyə ayrılmamışdan əvvəl də qeyd elədiyim kimi NTD-nin cari mövsüm Azərbaycan Kubokunu qazanması bir sürpriz oldu digərlərinə, çünki finala qədər gəldiyi yolda bir çox komandaları məğlubiyyətə uğratdı və bu komandanın zəif heyətə malik olan komandanın titula yiyələnməsi həqiqətən də hamı üçün təəccüb doğurdu. NTD mən də sizinlə razıyam, sürprizi reallaşdırdı. Sanki onlara Neftçi bu çempionluqda daha kömək etdi. Çünki çətin rəqibi Sabahı mübarizədən kənarlaşdırdı. Mən düşünürəm ki, Sabahla NTD qarşılaşsaydı, Sabahın şansları daha çox olacaqdı. Yəqin ki, siz də oyunları yaxından izləyən bir şəxs kimi mənimlə razı olarsınız. Amma təbii ki, yenə bu basketboldur. Basketbolu elə biz buna görə sevirik, buna görə izləyirik. Hər bir sürprizə açıq bir idman növüdür. Neftçi Sabaha qalib gəldi, amma eyni uğuru NTD ilə oyunda təkrarlaya bilmədi. Orada indi müəyyən taktiki və texniki belə deyək məqamlar var ki, ondan danışmaq məncə uzadı olar. Əsas konkret olaraq söhbət eləmək lazım gəlsə, məncə NTD klubunda yerli oyunçular bir qədər düzdür, Əkbər Məmmədov əlindən gələni etdi. Düzdür, ikinci yerli oyunçu, o qədər də gənc basketbolçu Quliyev, Oğuzxan o qədər də nələrsə dəyişməyə çalışırdı, əlindən gələni edirdi, amma gənc basketbolçudur. O da müəyyən xallar qazana bildi komandasına. Əsas məhz Detrek Browningin çox yaxşı oyununu biz qeyd etməliyik. İndi bilmirəm növbəti il Azərbaycanla gələcək, gəlməyəcək. Əsas odur ki, o kubok qazandı, MVP oldu və NTD-nin elə etmək istədiyi də bu idi, kuboku qazanmaq. Uzun illərdir komanda kuboka, komanda uğura ac bir kollektiv idi və məncə onlar kuboku qazanmaqla bu acıqlarını bir qədər olsun, belə deyək, dəf edə bildilər, dayandıra bildilər. Və növbəti mövsüm Avrokuboklarda iştirak edəcək komandalardan biri də məhz NTD-dir. Hazırda klublarımızın vəziyyəti necədir? Az öncə danışdınız Sabah və Neftçi komandası barədə, bəs NTD-də? Mən sözün açığı 12 liqasından indi biz qarşıdakı dəqiqələrə danışacağıq. Final oyununda Tahir Baxşıyevlə bir yerdə idim. Tam dəqiq hər hansı bir məlumat yoxdur. Yəni bu məlumat olsa, yəqin ki, yenə deyirəm, Azərbaycan basketbol mediası, basketbol ictimaiyyəti bununla bağlı bir xəbər tutacaq, onlara xəbər veriləcək. Amma hal-hazırki vəziyyətdə NTD klubunun Avropa səhnəsində yer alması gündəmdə deyil. Amma yenə deyirəm, klubun daxili məsələlərinə təbii ki, bizim o qədər də belə dərindən, yaxından qarışmaq ixtiyarımız yoxdur. Amma məndə olan məlumata görə Sabah klubunun Avropada olacağı dəqiqdir. Bir qədər əvvəl qeyd etdiyim kimi, Neftçinin olması gözlənilir Avropa kubokunda, FIBA Avropa kubokunda. Amma NTD ilə bağlı hələ ki bir xəbər yoxdur. Amma yenə deyirəm, bunu qarşıdakı aylar, qarşıdakı həftələr bizə deyəcək. Əgər belə olacaqsa, yəqin ki, bu klubun rəsmi səhifəsindən də, yəni bilirsiniz ki, hər bir klubun, o 12 klubun 12-sində də Instagram hesabı var və ən son məlumatları hər kəs oradan əldə edə bilər və fəaliyyət göstərir il boyu bu səhifələr. Yenə deyirəm, və əgər belə olsa, federasiya tərəfindən də bu məncə elan olunacaq, amma hələ ki, yalnız tam dəqiqləşən Sabahın növbəti yeni basketbol mövsümündə Avropa səhnəsində olacaqdır. Və 2025-26 mövsümü artıq Azərbaycan Basketbol Liqası oktyabr ayından etibarən start götürəcək və hansı komandalar mübarizə aparacaq liqada? Oktyabr ayında bütün dünyada olduğu kimi basketbol mövsümünə start verilir. Müstəsna bəzi domestik liqlər var ki, onlarda fərqli aylarda, sentyabrın sonlarında çempionat başlayır. Yəqin ki, oktyabrın biz artıq 2-ci və ya 3-cü həftəsində Azərbaycan Basketbol Liqasının oyunlarının başlanmasının şahidi olacaq və öncədən də yenə deyirəm, hər bir məlumat bildiyiniz kimi məlumat verilir mediaya. Bunu da biz özümüzə borc bilirik və məncə komandaların sayı, məncə deməzdim, elə Federasiya prezidenti Emin Əmrullayev də məhz media nümayəndələrinin final oyunundan sonra suallarını cavablamışdı. A və B qrupunda komandalar iştirak edəcək. Reqlamentdə dəyişiklik yoxdur. 4 əcnəbi, 1 yerli basketbolçunun parketdə olmağı
hökməndir. Bir yerli basketbolçu mütləq oyun zamanı meydanda olmalıdır. A və B qrupundakı mübarizə biz növbəti mövsümdə də bu mübarizənin şahidi olacağıq. Sadəcə olaraq Şəki və Gəncə klubları A qrupunda, Abşeron və Sərhədçi klubları müntəzəm çempionatda göstərdiyi nəticələrə görə ələxüsusda belə desək daha dəqiq olar, play-offda sərgilədiyi oyuna görə onlar B qrupunda mübarizə etməli olacaqlar. Bu da artıq B qrupunda rəqabəti bir qədər gücləndirəcək. Çünki Naxçıvan və Sərhədçi hər zaman iddialılardan sayılıblar. Amma yəni kağız üzərindəki vəziyyət Şəkinin və Gəncənin A qrupunda oynamasını bizə göstərir. Ona görə də A qrupunda onlar üçün də əksinə çətin olacaq. Naxçıvan klubu ötən mövsümdə bir il əvvəl Xəzri komandası adı ilə mübarizə aparırsa, cəri mövsüm Naxçıvana çevrildi və növbəti mövsümdə hər hansı bir dəyişiklik gözlənilirmi və Naxçıvanda oynaya bilərlərmi? Naxçıvanda oynamaq məsələsi 2024-25-ci illər mövsümündə də gözlənilirdi yanvar ayından sonra. Amma oradakı parketin vəziyyəti o qədər də qənaətbəxş deyil və basketbolda əsas məsələ parketin ideal olmağıdır. Parket ideal deyilsə, zal tələblərə cavab vermirsə, orada basketbol yarışlarının təşkil edilməsi mən hesab edirəm ki, düzgün deyil. Amma yeni mövsümdən etibarən klubun adı Naxçıvan olaraq qalacaq. Yəni ilkin məlumatlar belədir. Mən düşünmürəm də ki, dəyişiklik olsun. Çünki Azərbaycan Basketbol Federasiyasının əsas məqsədlərindən, əsas planlarından biri də basketbolu Azərbaycanın müxtəlif regionlarında daha populyar idman növünə çevrilməsidir və belə deyək, bütün belə coğrafiyaya biz baxsaq, xəritəmizə baxsaq, Qubada, Şəkidə, Cənub bölgəsində, Lənkəranda, Qərbdə, Gəncədə, Naxçıvan Muxtar Respublikası Naxçıvanda artıq basketbolun indi keçirilməsi düzdür baş tutmasa da ən azından klubun adı var və Naxçıvan azarkeşləri öz klublarına dəstək ola bilirlər. Bəlkə də yenə deyirəm tam dəqiq bilmirəm, amma federasiyanın başlıca məqsədi ondan ibarətdir ki, Naxçıvan öz ev oyunlarını məhz Naxçıvanda keçirsin belə. Və məkandan söz düşmüşkən, cari mövsüm ilk dəfə Bakı İdman Sarayı qarşılaşmalara, oyunlara ev sahibliyi etdi. Bakı İdman Sarayında vəziyyət necə idi? Cari mövsüm azarkeşlərin qatılması, iştirak eləməsi qənaətbəxş oldumu? Bakı İdman Sarayında final oyununa düzdür, azarkeşlər gəlirdi, amma müntəzəm çempionatda, yəni bilirsiniz ki, artıq bilet alaraq oyunları gəlib izləmək şansları var basketbol sevərlərin, idman həvəskarlarının. Ona görə də mən play-offda artıq Abşeron qığılcım yaratdı sanki azarkeşlərlə, amma müntəzəm çempionatın məsələn digər oyunlarında Sabah Şəki oyunu götürsək, Sabahın müəyyən azarkeş qrupu var idi, amma Şəkidən azarkeş gələ bilməmişdi, çox təəssüf ki, Bakıya. Amma Şəkidə onlar tribunanı doldura bilmişdilər, çünki Rimas Kurtinaitis Olimpiya çempionu məhz Şəkiyə təşrif buyurmuşdu və Şəkinin bu şəxsi görməsi, Şəki basketbol həvəskarlarının bu əfsanəvi simanı görməsi bizim əməkdaşımız Nihat Kərimli əslində getmişdi. Ezam olunmuşdu. Gəncə və Şəki komandaları arasında keçirilən həm Gəncəyə, həm də Şəkiyə yolunda oradakı bir ab-havanı yaxından gördü, həm də izləyicilərə də çatdıra bildi. Çox gözəl idi bu da. Mən də düzdür sosial şəbəkələrdə gördüm o kadrları sizin rəsmi səhifənizdə. Ona görə də azarkeş məsələsi bir qədər həssas məsələlərdəndir. Bunu mən deyərdim ki, Yunay birdən-birə yaratmaq o qədər də asan iş deyil. Məsələn, indi mən ölkələr sayacağam ki, həmin ölkələrin basketbol ənənələri var və orada oturan basketbol həvəskarları basketbolu uzun illər əvvəl mənimsəyiblər, öyrəniblər və qaydalarını, qanunlarını, ondan sonra harda hansı reaksiyanı verməli olduqlarını çox yaxşı bilirlər. Bu Yunanistanda var, bu Serbiyada var, bu Türkiyədə var, bu İspaniyada var. Düz adlarını çəkdiyim ölkələrlə biz öz basketbolumuzu müqayisə etməməliyik hal-hazırki vəziyyətdə. Ən azından Gürcüstanda da mən bir neçə oyuna baxdım, eyni halın şahidi oldum ki, onlarda da azarkeşlər o qədər də belə çoxluq təşkil etmirdilər. Amma təbii ki, biz statistikaya nəzər yetirsək, onların NBA çempionları var.
NBA çempionu var, belə deyək, Zaza Pachuliadan mən bəhs edirəm. Yəni bu şəxsin artıq NBA çempionu olması Gürcüstanda basketbolun getdiyi xətti, getdiyi nöqtəni dəyişdi yaxşı tərəfə. İndi bilmək olmaz, bizdə də bu üzrə işlər aparılır, həvəsləndirici mükafatlar təqdim olunur. Yəqin ki, siz finalda gördüyünüz o dəqiq basketləri əgər qazanacaq bir şəxs var idisə meydanın 3 nöqtəsindən o pul mükafatı ilə mükafatlandırılacaqdı. Amma təəssüf ki, bu topları səbətdən keçirən bir azarkeş tapılmadı. Bu da bir marketinqdir. Maraqlıdır. Bu oyunda, bu yarışda basketbol keçmişi olan biri iştirak eləyə bilərmi? Mən düşünmürəm ki, orada basketbol keçmişi olan azarkeşə top gedib çatsın. İndi orada bizim o rəsmi maskot da topu hansı sektora atacağını bilir. Yəni düzdür, orada ola bilər basketbolçu olsun, amma o da yenə deyirəm, onun üçün də o qədər də asan deyil. Dünyada nə qədər basketbolçu var ki, ard-arda eyni nöqtədən bütün belə deyək, xalları dəqiq qazansın, topu səbətdən dəqiq keçirsin, hədəfi dəqiq vursun. Çox azdır. Bu təsadüfi bir şeydir, şans əsəri bir şeydir. Ona görə də yəni bunun özü artıq azarkeşlərin meydançalara, arenalara, zallara gəlməsinə bir stimuldur. Amma bunu da qoyuram bir kənara. Mən inanıram ki, gələcək illərdə artıq Azərbaycan basketbol həvəskarları zalları doldura biləcəklər. Abşeronda bir məqamı qeyd edim. Bəlkə gəldimizsinizsə, görmüsünüz və yaxud da sizin əməkdaşlar orada olubsa bilirlər. Kifayət qədər insanlar gəlib öz klublarına dəstək olurdular. Abşeron Olimpiya İdman Kompleksi, Sumqayıtda. Məsələn, mənim doğma şəhərim sayılan Sumqayıtda mən özüm də oyunları şərh edirdim və oradakı izdihamı görürdüm. Sumqayıt Dövlət Universitetinin tələbələri həmin zalı doldurmağa çalışırdılar. Demək olar ki, bir neçə oyunda zalın çox hissəsi dolmuşdu. Düzdür, bir tərəfli olsa da orada azarkeş sektoru, amma hər halda bu da basketbolda bölgələrdə marağın olmasından xəbər verir. Lənkəranda mən istəyirəm bu azarkeşlər olsun. İstəyirəm Gəncədə gəlirdilər. Düzdür, yadınızdadır, 1-ci, 2-ci mövsümdə Gəncə full azarkeşə oynayırdı. Sold out qeyd alınmışdı. Azərbaycan kubokunda bəli, Sabah rəqib olanda sanki onların belə deyək də əzəli və əbədi rəqibi gəlib, amma halbuki Sabah özü 2022-ci ildə yaranmış bir klubdur və basketbolda çox yenidir. Birinci mövsümündə onlar çempion ola bilmişdilər. Artıq 3-cü dəfədir ard-arda Azərbaycan çempion olurlar. Belə bir rəqabət yaranmışdı. Gəncə, Sabah, Sumqayıtın sərhədçisi ilə bu il rəqabəti çox maraqlı oldu. Sərhədçi çox çətinliklə qələbə qazandı. Bax, budur basketbola gözəllik verən məqamlar. Budur basketbolun özü. Ona görə də bu ənənələri, bu prinsipləri davam etdirmək lazımdır və azarkeşlərə basketbolu sevdirmək lazımdır ki, onlar da basketbolu başa düşsünlər, sevsinlər. Etiraz edəndə də yerli etirazlar olsun. Yəni mən adlarını çəkdiyim ölkələrdə, məsələn, tribunada azarkeşlərə baxanda orada adi bir hakim qərar olanda azarkeş başa düşür ki, bu doğrudan da belədir. Məsələn, oyunçu steps edir və o azarkeş onu bilir və ona görə də o qədər də yəni artıq reaksiya etmir. Amma indi bizdə məsəl üçün bu məsələlər artıq yavaş-yavaş öz qaydasına düşməkdədir. Çünki valideynlərin kifayət qədər biz sayının artdığını görürük. 12 liqasında indi söhbət edəcəyik. Bu məqamlar, bu amillər basketbolun sevilməsində gözəl rol oynayır və sizin bu proqram, məsələn, biz çalışdığımız qədər bu proqramda gəlib iştirak edə bilirik və bizim öz qonşu kanalların birində basketbol proqramımız, mənim etdiyim şərhlər YouTube vasitəsilə bu məncə Azərbaycanda düşünürəm ki, bilmirəm siz təsdiqlərsiniz mənim sözümü, bəlkə də bir ilkdir. Azərbaycan idman belə deyək ümumi bazarda biz baxsaq YouTube üzərindən şərh demək olar ki, yoxdur. Yəni Azərbaycan Basketbol Federasiyası bunu təklifi, bu təşəbbüsü irəli sürdü. Mən də indi əlimdən gələn qədər artıq 3-cü mövsümdür ki, oyunları şərh eləyirəm. Bunun öz-özlüyündə bir uğurdur ki, YouTube-dan, Gəncədən, Şəkidən, Lənkərandan
Düzdür, indi çalışdığımız qədər oradakı oyunları tamaşaçıya çatdıra bilirik. Bütün oyunlar qüsursuz olaraq yayımlanır, o heç. Amma mən də Sumqayıt, Bakı, Abşeron burada oyunlardakı görüşlərdəki şərhlərimlə basketbol həvəskarlarına müəyyən məlumatları, maarifləndirici məlumatları ötürməyə çalışıram. Bax, belə köməkli siz bizə, biz sizə, azarkeşlər basketbolçulara, necə deyim, ailə kimi basketbol inkişaf etməyə çalışır Azərbaycanda. Sən az öncə qeyd elədiniz, 12 liqasının qarşılaşmaları başladı və Sabah çempionluğunu rəsmiləşdirdi. Bu liqa gələcəyimiz üçün nə vəd edir? 12 liqası ən yaxşı addımlardan biridir. Mən düşünürəm ki, ən yaxşı addımlardan biri yox, ən yaxşı addımdır məhz. Çünki bu söhbət bir qədər şablon ola bilər, Günay. Uşaq basketbolu, uşaq futbolu, uşaq idmanı və yaxud da digər məsələlərdə qeyd eləmək olar. Uşaq basketbolu, yəni boşluq çox olub bizdə. Problem budur. Yəni mən dəfələrlə bu söhbəti demişəm, sizin proqramınızda da səsləndirmişik, keçmiş görüşlərdə. Boşluq çox olub. Federasiyada rəhbər dəyişikliyindən sonra artıq bu məsələlərə belə deyək, önəm verilir. Bizim uşaq liqamızda 12 liqasında Serbiyalı koordinator Milan Kotorac adında məşhur mütəxəssislərdən biri olub bu şəxs Serbiyada. Uşaq basketbolunda, böyük basketbolda işləri olub, uzun müddət yaxın şərqdə işləyib bu mütəxəssis və onun rəhbərliyi altında bütün nəzarət o şəxsdə idi və bizim gənc məşqçilərimiz uşaq basketbolçuları nəzarət edirdilər əllərindən gəldiyi qədər. Məncə Sabah klubu çempion oldu 12 liqasında da, Sumqayıt idi onların rəqibi finalda. Ora gəlib sadəcə valideynlərin emosiyalarına, o necə deyirlər, istəklərinə, öz övladlarına dəstək olmaqlarına, onların yaxınları, məşqçiləri, ailə üzvləri, bir çox şəxs var idi. Demək olar ki, Bakı İdman Sarayının bir hissəsi bütöv dolmuşdu. Mən şəkillərdən gördüm bunu. Bəli, şəkillərdə təsadüf edirdi bu görüntülər. Yəni bu addımı atdı federasiya. Davamlı şəkildə bu 12 liqasının olması bir neçə ildən sonra məhz plan da budur. 10 il deyək də belə bu basketbolçuların o hansısa bir nöqtəyə gəlib çatması və onda artıq bizim reqlamentdə də təbii ki dəyişiklik olacaq. Biz də istəyirik ki, yerli basketbolçular daha çox oynasın Azərbaycan basketbol liqasında, amma hal-hazırki vəziyyətdə 4 üstə gələk bir sistemi məqbul sayılır. Qarşıdakı illərdə yenə deyirəm, heç nəyi basketbolda öncədən təxmin etmək məncə asan deyil. Hər bir şey hər bir an dəyişə bilər. Bir neçə ildən sonra bəlkə biz köhnə reqlamentə qayıtdıq, bəlkə elə gün gələcək ki, 3 Azərbaycanlı, 2 əcnəbi basketbolçu parketdə olmalı olacaq. Bir neçə ölkədə bu belədir. Mən indi o qədər də məsəl üçün məsələlər var, çox məsələlər var. Onları saymaq, sadalamaq istəmirəm. Dünya basketbolu ilə, Avropa basketbolu ilə, Asiya basketbolu ilə hətta müqayisə aparmaq istəmirəm. Amma məncə yerli basketbolçulara biz hər bir zaman önəm vermişik. Əsas Azərbaycanın kilometr daşı basketbolda milli komandadır. Mən düşünürəm ki, milli komanda nə qədər yaxşı olacaqsa, bu oyunu daha çox insan sevəcək. Çünki əcnəbi belədir ki, Günay, mən nə qədər də bilmirəm, kobud səsinlər yoxsa yox gəldi, yaxşısının üzünü yedi, kənarına atdı, bizə qaçdı, getdi. Bir qədər kobud belə lori səslənsə də, amma reallıq budur. Çünki əcnəbi üçün bu bir biznesdir. Amma bizə qalan yenə də yerli mütəxəssislər olacaq. Elə mütəxəssislərə də aid eləyərəm bu sözü mən ki, düzdür, təbii ki, yaxşı mütəxəssislər, dəyərli mütəxəssislər çox olur bizə. Onlar çox böyük önəm göstərirlər. Məsəl üçün Türkiyəli mütəxəssislər var ki, burada doğrudan da məsəl üçün Erhan Toker bizim Abşeron klubu məşqçisi, həm də 16 milli komandamıza məşqçi təyin olundu. Yəqin ki, məlumatınız var. Onlar C divizionunda iştirak edəcəklər və Türkiyədə təlim məşq toplanışında idilər, Bursada. O Abşeronda İsmail Abdullayev, Məhəmməd Hüseyndir. Bu iki basketbolçu üzərində işlər apardı. Bunu, yəni mötərizə açıb bu məsələni danışmaq lazımdır. Bu basketbolçular 18B divizionunda Azərbaycanı təmsil edəcək 25 iyul 3 avqust Rumıniyanın Piteşti şəhərində. Bax, bu iki basketbolçunu artıq müəyyən qədər həmin bir basketbolçu seriya uddu. Bir oyunu uddu Naxçıvan üzərində. İsmail Abdullayev 6 dəqiqə üçlük atmışdı, ümumilikdə 21 xal toplamışdı. Yəni bax, bu məsələləri biz önə çıxarmalıyıq. Bu məşqçilərə mən şamil edirəm. Amma elə məşqçilər də var ki, doğrudan da sırf yəni gəldi, işlədi, getdi. Amma bizim dəyərli məşqçilərimiz var ki, məsələn Murad Dikmən şans verirdi
Nəzər Quliyeva milli komandanın oyunçusudur. Müəyyən vaxt alacaq o da, mən düşünürəm gələcək illərdə milli komanda heyətində. Ondan sonra burada Uğur Özdəmir ötən mövsümlərdə yəqin xatırlayırsınız, Xırdalanan baş məşqçisi idi, Türkiyəli mütəxəssis. Fikret Ələkbərovu qazanmışdı, Ramiz Quliyevi qazanmışdı. Bu basketbolçular üzərində işlər aparmışdı. Onlar sonradan indi hərəsi ayrı bir klubda mübarizə aparırlar. Ümumiyyətlə Evren Alkaya var, qız basketbolunda işlər görür. Yəni bu məşqçini indi kim bəyənsə də, kim bəyənməsə də belə deyək, indi ola bilər Sərhədçi klubundakı bu il uğursuzluğu qeyd edə bilərlər. Düzdür, bu il uğursuzluq oldu. Məşqçinin özümlə mən danışdım. İstədiyi nəticəni əldə edə bilmədi. Oyunçulardan narazı idi. Onların o qədər də ürəklə, belə deyək də, qanlarının belə deyək son damlasına qədər obrazlı şəkildə desək verib döyüşmədiyinə inandı məşqçi. Yəni onlar axıra qədər oynamadılar. Amma milli komandaya biz baxsaq, kağız üzərində statistika bizə nəyə deyir? Evren Alkaya qızlarımızla çempionluq qazanıb Avropada. Ötən il bir çempionluq, bir ikinci yer, ondan əvvəl mükafatlar. Yəni bu mütəxəssislərin də ola bilər adları yadımdan çıxan şəxslər ola bilər, amma fakt bu dəqiqə bu məşqçilər belə deyək etimad göstərilir federasiya tərəfindən bu məşqçilərə. Yığma komandalardan bəhs etmişkən bu yaxınlarda Dünya Kubokunun seçmə mərhələsinin qarşılaşmaları keçirildi və 3x3 basketbol üzrə Azərbaycan milli komandasının kişilərdən və qadınlardan ibarət komandaları təəssüf ki keçə bilmədilər, vəsiqə qazana əldə edə bilmədilər. Nə səbəb oldu milli komandamızın uğursuzluğuna? Səbəb ola bilər ki 3-3 basketbol idman növü ritmə bağlı bir oyundur. Ritm yaxalaya bilmədi sadəcə olaraq. Düzdür, oğlanlardan, kişilərdən ibarət komandamız, mən real danışacağam Günay. O qədər də mən özüm də şəxsən uğur gözləmirdim. Çünki həm bir əcnəbi basketbolçu hər zaman bizim heyətdə olur. Məsəl üçün Jordan Davis olduqda biz fərqli basketbol oynayırıq. Burada Amil Əmzəyevin zədəsi, düzdür, Orxan Aydın əlindən gələn neçədə digər basketbolçular, 3-3 basketbolçular, o qədər də saymaq olmaz. Kamran Məmmədov, Nəzər Quliyev orada oldu. Yəni bu basketbolçular 5-ə 5 basketbolçulardılar. Müəyyən belə deyək, alışqanlıqlar olmalıdır ki, sən 3-3 basketbolu oynaya biləsən. İndi bu alışqanlıqlar yox idi bu basketbolçularımızda. O qədər də öyrəşməmişdilər bu basketbolu. Ona görə də kişi komandamız üçün həm rəqiblər atletik və güclü komandalar idilər. Həm Böyük Britaniya, həm Kanada ümumiyyətlə. Kanadaның basketbol ənənələrinin olduğu bu dəqiqə dünyanın ən güclü oyunçusu Kanadalıdır. NBA-də tarix yazır, finalda indi danışaraq qarşıdakı dəqiqələrdə vaxt olsa bu basketbolçu, bu oyunçu haqqında da ənənəsi olan basketbol ölkəsidir Kanada. O məğlub olmağımız gözlənilən idi. Qadın millimizə keçsək, mən şəxsən qrupdan çıxacağımızı gözləyirdim, amma top fərqinə görə biz qrupda qaldıq. Latviyalı xanımlar bizdən daha güclü oldular. Hətta mən o xanımlara baxdıqda indi mənim özümün 1.90-a qədər boyum var. Təxminən 1.90-a yaxın boyum var. O xanımlar hətta mənim qədər boydaydılar. Yəni fiziki cəhətdən daha güclü. İndi qızlarımızı da necə deyim, mərhələnin də qalibi oldular qadın seriyasında. Yəqin ki, məlumatınız var və Dünya Kubokuna vəsiqə qazandılar. Kifayət qədər güclü komanda idi. Basketbol ənənələri olan bir ölkədir. Qızlarımız ritm tapa bilmədilər. Mən buna yəni problem bağlamaq istəyirəm və baxmayaraq ki, daha güclü heyətimiz var idi burada, amma yenə də deyirəm, o alınmayanda alınmır. Basketbolda elə olur ki, alınmayanda alınmır və bu həmin Dünya Kubokunda bizim oyunlarımız alınmadı, qızlarımızın oyunları. Bu yaxınlarda Gənc Basketbol Liqası və Qadın Basketbol Liqası 3x3 üzrə keçirildi və bu liqaların əslində bir planı varmı ki, gələcəkdə milli komandaya cəlb olunsunlar, buradan yetişəcəklər? Mən bir məqamı qeyd edim. Oğlanlarda təbii ki, bu turnir tez-tez mütəmadi təşkil olunurdu. Yəni uzun illər əvvəl hətta federasiyanın yaranmadığı deyim, belə cümlə düzü çıxmaz. Yeni rəhbərlik federasiya gəlmədən əvvəl də Bayıl kortlarında oğlanlar arasında bu yarışlar keçirilirdi. Amma qızlar arasında keçirilməyin əsas məqsədi biz hansı ki, Qadın Liqası bu il bu 3x3 liqa tərkibində getdi. Qadınlar Liqası adından da göründüyü kimi Qadınlar Liqası sadəcə olaraq 3-3 basketbol idman növündə bu oldu və həmin qızların əksəriyyəti də bizim milli komandalarımızın üzvləridirlər. Yeni etmələrdən ibarət və əsas millidə oynayan qızlar var orada.
Yəni belə bir turnir təşkil olundu. Məncə uğurlu da turnir oldu. Rio 22 komandası qalib gəldi. Onların da üzvləri Evren Alkayanın tələbələridirlər. Yəni uşaq vaxtından onlar məşqlər ediblər. Azərbaycan liqasında belə deyim, hətta oynamaq şansı əldə ediblər bir mövsüm əvvəlki yarışda. İndi burada da oynadılar, əllərindən gələn elədilər. Oğlanlarda da yenə deyirəm, klubların üzvləri var idi orada, universitet komandaları həm qızlarda, həm oğlanlarda, amma əsas çoxluq oğlanlarda təşkil olunmuşdu və Xəzər Universitetinin ikinci komandası qalib gəldi. Yenə də qalibləri təbrik edirik. Liqaların yaradılması ilə biz nəhayət peşəkarlaşa bilərikmi 3x3-də ki, əsas milli komandanın üzvlərini dəvət eləməyək? Mən sizinlə razıyam bu məsələdə. Mən özüm də bu məsələni dəfələrlə belə deyək, basketbolçularla söhbətim zamanı demişəm. Məsələn, mən indi Amil Əmzəyev, Zaur Paşayev zamanında gəlib oynayırdılar. Yəni bu artıq ayrılsa məncə mən də basketbolçularla danışıram. Çünki 3-ə idman növü tamam ayrı bir idman növüdür. Böyük basketbol tamam ayrı bir idman növüdür. Yəni ona görə də ikisindən birini basketbolçular dünyanın əksər ölkələrində belədir ki, seçməlidirlər. Ona görə də mən də düşünürəm ki, gələcək illərdə bu olacaq. Yəni 5-ə 5 böyük basketbol, 5-ə 5 basketbolla fərqli 3-ə 3 basketbolda tamam ayrı biz oyunçuları görəcəyik. Yəni böyük basketbol oynaya bilməyənlər gəlib 3-cə basketbolda oynayıb öz oyunlarını kəskinləşdirə bilərlər. Bu qədər. Sağlam Radio 93 FM-də Offside dinləyirsiniz. Reklam fasiləmiz olacaq, daha sonra buradayıq Offside-da. Dalğanı dəyişməyin. 40 dəqiqə ərzində, 50 dəqiqə ərzində Azərbaycan basketbolundan danışmışıqsa, bəlkə bu dəfəki dəqiqələrimizi NBA-yə həsr eləyək ki, final seriyası başlayacaq və Thunder'la Pacers komandaları üz-üzə gələcəklər. Hansı komandanın bu qarşı durmadan qələbə ilə çempion olaraq ayrılacağını düşünürsünüz? Mən ilk öncə bir məsələni qeyd etmək istəyirəm ki, ilk dəfə olaraq bəlkə də NBA-də belə bir ardıcıllıq yaşanır ki, yenə də yeni bir çempion görəcəyik biz. Çünki Golden State-in ardıcıl çempionluqlarından sonra, hansı ki 2017-2018-ci il onlar 2 dəfə kuboku qazandılar. Larry O'Brien kubokunu götürdülər. 2019-cu il Toronto Raptors'ın çempionluğu ilə bərabər günü bu günə qədər hər mövsüm bir fərqli komanda həmin o kuboku qazanır, öz muzeyinə aparır. Bu dəfə də fərqli bir komanda olacaq. Düzdür, Oklahoma City Thunder 2012-ci ildə finala çıxmışdı. Onda onlar çox gənc idilər. Onlar niyyətində Westbrook, dünya ulduzları, dünya şöhrətli basketbolçular, Kevin Durant, James Harden, bax bu basketbolçular var idi. Amma onlar finalda təcrübəli LeBron James və onun komanda yoldaşları Wade, Bosh, bu komandalara bir qədər nostalji mövzulara toxundum. Onlara məğlub olmuşdular. Amma Oklahoma Sam Preston'in belə deyək GM olduğu komanda yenidən NBA finallarındadır. Çox gənc bir heyət, yaş ortalaması inanılmaz dərəcədə aşağıdır və ürəklə basketbolu, döyüşərək basketbolu oynayan oyunçulardan təşkil olunub. Final seriyasında, yəni Amerika Birləşmiş Ştatlarında Las Vegas'ın bookmaker kontorlarında çox aşağı belə deyək onlara şans verilir ki, yəni şans nə mənada aşağı, əmsal ən aşağı verilir ki, bu komandanı artıq Amerikada çempion kimi görür, çempion elan edib. Amma Indianada elə bir komandadır ki, hər an hər bir sürpriz reallaşdıra bilər. Düzdür, o qədər də real görünmür. Şəxsən mən də proqnoz versəm 4-1, ən yaxşı halda 4-2 deyərəm Oklahomanın çempionluğu təbii ki, amma hər halda basketbol, yenə deyirəm, parketdə oynanılacaq və Rick Carlisle kimi bir basketbol beyni var Indiana komandasında. Həmin məşqçi 2011-ci ildə Dallas'ı NBA çempionu eləmişdi. Həmin heyətlə bərabər demək olar ki, bir heyətdir Indianada. Çünki ulduzu sırf böyük bir ulduz olan basketbolçu. Düzdür, Haliburton o qədər də indi Amerikada o qədər də tam o ulduz potensialına çatmış oyuncu saymır bəzilər, amma məncə artıq ulduzdur və 2011-ci ildə Dirk Nowitzki var idi. Yəni stajlı basketbol zakişləri varsa bizi dinləyənlər arasında Dirk Nowitzki'nin məhz o çempionluqda çox böyük rolunun olduğunu indi də onlar yaxşı xatırlayırlar. Həmin ulduzu tapa biləcəkmi Rick Carlisle? Əsas məsələ budur. İyun ayının 6-sından başlayır. Yəni 5-ini 6-sına bağlayan gecə
bilmirəm bir neçə il əvvəl, ötən il əvvəl elə belə deyək, çox uzağa getməyək. Mən 2 mövsüm NBA şərh eləmişəm. Biri 2021-ci ildə olub, pandemiyadan sonrakı mövsüm. Onda Milwaukee Bucks çempion olmuşdu. Marallar çempionluğu götürmüşdülər və ötən ildə mən NBA şərh elədim. Finalda düzdür rəqabətli bir seriya biz görə bilmədik. Konferans finalları NBA finallarından daha maraqlı olmuşdu, amma orada Boston qələbə qazanmışdı 4-1. Çox rahatlıqla, çətinlik çəkmədən. Düzdür, bu gün Oklahoma qarşısında Boston Celtics olmayacaq, amma bu komandaya proqnoz verənlər çox idi. Finalda Oklahoma Boston finalını gözləyənlər çox idi. Bu finalda Oklahoma Indiana güclü olan qalib gəlsin. Məncə amma Oklahoma bir pillə daha yaxındır, amma mən bəlkə də istəyərəm ki, Indiana çempionluq qazansın, lakin kağız üzərində Oklahoma daha güclüdür və basketbol həvəskarlarına da vaxt tapdıqca bu oyunları izləməsini tövsiyə edirəm. Ən azından səhər oyunun təkrarına tam baxa bilərlər. Və Avroliqa haqqında bir qısa da əlavə edim. Günay, Avroliqada da mövsüm yekunlaşdı. Çünki bizə yaxın olan Avropa basketboludur. Orada da Fenerbahçe klubu qalib oldu. Həmin final şərhində iştirak etdim. Çox maraqlı bir final oldu. 2017-ci ildən sonra Fenerbahçe ikinci çempionluğunu qazandı 8 il sonra və inanıram ki, ümid edirəm ki, ölkəmizdə də növbəti mövsümdən də bu Avroliqa turniri yayımlanacaq və basketbol həvəskarları onları izləyə biləcəklər. Təşəkkür edirəm sənə bugün gəldiyiniz üçün. Bizim ilk qonağımız olduğunuz veriliş mövsüm başlanmışdan əvvəl olmuşdu Azərbaycan Basketbol Liqasında və mövsüm yekunlaşandan sonra da sizi oldu. Burada gördük. Mən təşəkkür edirəm. Mən təşəkkür edirəm. Bir saat ərzində Offside dinlədi. Sizinlə sabaha qədər sağollaşıram. Sabah saat 3-də Offside düşməyi unutmayın. Hələlik.